Salam. Bugünkü bizim dərsimiz rus dilinin qrammatikasına aid olacaq. Biz bugün feilin indiki zamanı keçəcəyik sizlə. Sizə izah edəcəm. Naстоящее время qlaqolu. Mən sizə demək istəyirəm ki, mən dərsləri Skype vasitəsilə keçirəm. Xanımlar və məktəblilər üçün 6 yaşından uşaqları götürürəm. Bir ailədən 2 dənə uşaq götürə bilərəm. Yaş fərqləri çox olmamaq şərti ilə. 1-2 yaş. Deməli, başladıq. Feillər rus dilində zaman, şəxsə əsasən dəyişir. Deməli, onlar isimlər kimi xallanmır. Şəxslərə əsasən feillərin dəyişməsi skloneniya deyilir. Amma o dərinliklərə biz girmirik. Onlar bizə deyil, sadəcə olaraq düzgün danışıq dili üçün feilin indiki zamanı biz öyrənməliyik ki, görək feilin indiki zamanda söz sonlarında feillərdə nə olur? Deməli, iki qrupa ayıra bilərik biz feilin söz sonlarına əsasən. Birinci qrupda siz gördüyünüz kimi znать feilini götürürük. Bir də mən sizə demək istəyirəm ki, feilin başlanğıc formasının infinitiv adlanır. İnfinitiv t məhki znakla ya da t məhki znak sə ilə bitir. Burada siz gördüyünüz kimi znать feili infinitivdir. Deməli, o, y və u söz sonlarında, yəni bu iki sair üstünlük təşkil edir. Deməli, başlayırıq onu şəxslər üzrə dəyişməyə. Znать bilmək deməkdir. Я знаю, ты знаешь, он, она знает. Fikir verirsiniz ki, on, ana üçün bir forma mövcuddur. Мы знаем, вы знаете, они знают. Deməli, fikir verdiyiniz kimi burada söz sonlarında y və u saitləri üstünlük təşkil edir. İkinci sözümüzə baxaq. Говорить. Danışmaq demək. Я говорю. Ты говоришь. Он, она говорит. Мы говорим. Вы говорите. Они говорят. Burada bizdə çoxlu feillər var. Onları əlbəttə ki, mən şagirdlərimlə oxuyuram o feilləri. Biz onları tərcümə edirik. Həmin, yəni burada olan qayda əsasında onları şəxslər üzrə dəyişirik. İki qrupadan ibarətdir. Ev tapşırıqlarında da verirəm onlara. Gəlin, onun əsasında bir-iki çalışma eləyək sizlə. Deməli, birinci çalışmamız burada feillərin söz sonlarını buraxılıb. Biz onları yazmalıyıq. Я слушаю. Mən qulaq asıram. Она не отвечает. O cavab vermir. Мы играем. Biz oynayırıq. Ты не слушаешь. Sən qulaq asmırsan. Я думаю, что это стол. Mən fikirləşirəm ki, bu masadır. Они сейчас отдыхают. Onlar indi dincəlirlər. Что вы делаете? Siz nə edirsiniz? Что ты изучаешь? Sən nə öyrənirsən? Я не завтракаю. Mən səhər yeməyini yemirəm. Мы ужинаем. Biz şam yeməyini yeyirik. Что? Он спрашивает. O nə soruşur? Я повторяю. Mən təkrar edirəm. Они не работают. Onlar işləmirlər. Что ты сейчас делаешь? Sən indi nə edirsən? Мы это понимаем. Biz bunu başa düşürük. Что ты говоришь? Sən nə danışırsan? Я не помню, кто это. Mən xatırlamıram bu kimdir. Они курят. Onlar siqaret çəkirlər. Что вы смотрите? Siz nəyə baxırsınız? Мы смотрим кино. Biz kinoya baxırıq. Вы помните, кто я? Siz xatırlayırsınız mən kiməm? Я не знаю, кто вы. Mən bilmirəm siz kimsiz.
İkinci çalışmamız biraz bundan çətindir. Çünki artıq burada feillər başlanğıc formasında, yəni infinitivdə verilib. Biz özümüz onları dəyişməliyik. Gəlin bir neçəsini eləyək. Ты знаешь, кто это? Sən bilirsən bu kimdir? Я спрашиваю, а вы отвечаете. Mən soruşuram, siz isə cavab verirsiniz. Он не слушает, o qulaq asmır. Они сейчас завтракают. Onlar indi səhər yeməyini yeyirlər. Ты сейчас работаешь? Sən indi işləyirsən? Нет, я сейчас отдыхаю. Xeyr, mən indi dincəlirəm. Он не понимает. O başa düşmür. Və belə axıra kimi biz bu çalışmanı eləyirik. Burada başqa çalışmalar da var buna aid. Deməli, əlbəttə ki, tələbələrimlə bunu çox geniş, yəni üzərində işləyirik bu mövzunun. Lazım olanda başqa dərsliklərdən də istifadə edirəm mən dərslərdə, yəni bu dərsliklərimdən biridir. Kimin sualı olsa buyurun, videonun altına yaza bilər. Dərslərə yazılmaq üçün videonun sonunda mənim əlaqə nömrələrim var. Bir də təkrarlayıram, xanımlar və məktəblilər üçündür mənim dərslərim. Sağ olun. Kanala yazılmağı unutmayın.